Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Atatürk prospektinə yerləşən Şəfa aptekinə yaxın bir ərazidə 5 mərtəbəli binanın birinci mərtəbəsində Leningrad proyekti olan, konkretni 3 otaqlı olan, bax qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda siz deməli qapıdan giriş hissəsini görürsünüz. Qapısı dəmir deyil. Bax, yenidən siz qapıdan giriş hissəsini görürsünüz. İndi isə ölçüsünə görə ən kiçik otağı keçirəm. Bax, bu otağın ölçüsü 3-ün 4-dədir. Bağışlayın, belə alındı. İndi yenidən, bax, mənim arxamda deməli açıq balqondur. 2 ədəd balqonu var. Altının 1.20-dir. Bax, yenidən mən sizə təmirini göstərirəm. Bura ölçüsünə görə 3-ün 4-dədir. Bax, bu cür olmalıdır. İndi isə deməli böyük otaqlara keçirəm. Burada ölçülər deməli 6-nın 3,5-a yaxın 4-dədir. Hal-hazırda siz təmirini görürsünüz. Demək olar ki, əla və keyfiyyətli təmir olunub. Ola bilsin ki, bəzi yerlər nəzərə almadan bu söz dedim. Bax, hal-hazırda siz otaqlardan birini görürsünüz. Bax, ölçüsünü deyirəm 6-nın 3,5-adır. Bax, bu cür olur. Burası ikinci otaqdır. Bax, ikinci otağın yenidən deməli görürsünüz. Buranın da ölçüsü eynidir. İç-içə otaqlar yoxdur. İndi siz otaqlar ən kiçik otağı görürsünüz. Burası ölçüləri eyni olan otaqlardır. Qiymətin 95.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Burası bu zonadır. İndi hamamını görmək mümkündür. 1 tonluq su bakı var. İstili sistemi biti minutkadır. Eyni zamanda kolonkadır. İndi isə mətbəxinə keçirəm. Bax, burada balqon deməli örtülü tiplidir. Balqon mətbəxə birləşdirib. Hal-hazırda siz deməli həmin balqonu görürsünüz. Bax, buradır. İndi isə mətbəxini görmək mümkündür. Bildiyiniz kimi Şəfa aptekinin qarşısından 6, 7 və 10 nömrəli marşrutlar işləyir. Bundan başqa deməli beynəlxalq xəstəxananın arxası demək mümkündür. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. 1992-ci ildə şəhidimiz deməli tank komandiri Nizami Aydının adındadır. Həmin 18 nömrəli məktəb. Bildiyiniz kimi həmin məktəbin yanında uşaq bağçası var. Yenidən mən sizə otaqları göstərim. Eyni zamanda təmirini görürsünüz. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Bundan başqa deməli ipotekaya yararlıdır. Yenidən mən sizə otaqları göstərirəm. Yəni otaqlar iç-içə deyil. Hal-hazırda siz 2 otağı görürsünüz. Həmin otaqların ölçüsü eynidir. 6,5-ın deməli 6-nın 3,5-adır. Burası 3-ün 4-də olan otaqdır. Bax belə sizlərə uğurlar.